Beşinci subut 8 dəqiqə inşallah görüm mən. Aha, uzun da ki maşallah. Ne danışam deyib yox. İndi vaxtımız getməsin heyfdir. Elmi qəti. Qəti elm. Yəni qəti yəni 100%. Elmdəki məlumat. Elm nə deməkdir mənası? Yəni bir şey bilməyənə qədər sən elmli salmırsan. Bildin olur nə elmli? Məlumat, bilmək mənasında. Elmdən məqsəd budur ki, insan onda təcrübə ilə, müəyyən bir yollarla, öz faktığı, nə bilim, tapdığı müəyyən faktlarla, nəylərləsə, onun əlində 100% əminliyi var. Bu adam əmindir ki, bu şey budur. Qəti elm, 100% elm. Da buna o anı yox. Burada ayə yoxdur, hədis yoxdur, ağıl yox. Bunda təcrübə deyək kimi, həyat, adam məsələn var ki, məsələn, neçə il ancaq bir otaqda qalır, bir otaqda. Amma düşüncənlə, o qədər dəqiq bu hesablaması ilə bil ki, bu şey mümkün deyil. Bu milyon fazı budur. Məsələn, fərziyyənin əksi. Qəti elm, yəni fərziyyənin əksi. Nə fərziyyə? Yəni xəyal. Yəni xəyal. Hələ belə. Deyəsən, şayət bəlkə. Qəti elm, şayət bəlkənin əksidir. Din bunun sən qurulmayıb. Mən şayət elə bilirəm ki, bu şayət bu kalbasa halal haram olsun. Üstünə halal yazıb, vəssalam. Şəriət zaten yesən halaldır sənə. Üstünə halallıq var da. Və niyə bu köynəyi demirsən? Yəni hazırlanıb qoyunun tükündən. Qoyun düz kəsilmişdi. Bismillah deyilmişdi həmin qoyun kəsəndə. Üzü qiblə bismillah deyilmişdi. İti bıçaq idi. Kəsən kim idi? Müsəlman, qeyri-müsəlman. Onun yunundan sağ, satanda köynək, hicab hazırlanır, çarşaf hazırlanır. Niyə o demirsən, bəlkə şayət qoyun dalı qibləyə qoyulub? Gələndə ancaq kalbasa halı mömin olursan sən? Hə. İlin 364 gün məsələn, Moskovski konfet yeyirsən, gəlsən bir gün olsa mömin, dekabrın 31-də Novgodda Moskvanın yeni ilin qəbulləmir. İndi tükdəl var möminlik. Telefondan istifadə edirsən, paltarından, maşından, nə oldu be? Bunlar oyundur. Bunlar birinə özlərin şey göstərmək istəyənlərdir. Bunlar yəni nə? Yəni sən kimsən ki? Yəni cəmaət yəni haramda sən halal yeyirsən? Onda çörək də eklədi. Elə çörək, qən, peso. Çörəyin üstündə müəyyən maddələr yoxdur ki. Din nə deyir? İslam ölkəsində istəsə olunursa, üzərinə halal yazılsa, vəssalam halaldır. İndi bəlkə şahid bizə maraqlı deyil. Üstünə halal yazılıb, şəriət cəhətdən, fiqh cəhətdən halaldır, vəssalam. İndi yemirsən, özün bilərsən. Yemirsən, deyə bilmərsən, yemirsiz də. O sənin fikrindir. O saxla özünə. Sən, mən sup sevmirəm. Sup. Demişəm sizə. Mən sən deyirəm, yetki yərəm, yetki bəzi hallarda. Deyim ki, sup yemin, mən kiməm ki? Dində qadağandır bu. Dində olmayan şey sənin xasiyyətindirsə, deyəmərsən yemin. Yaqub Peyğəmbər, mən haşiyyət çıxıram, Yaqub Peyğəmbər yeni dəvət yeyəndə onun halı dəyişirdi. Nə bilim, o deyəli təzyiq qalxırdı, nə bilim, qan dövrandı. İnsan da hər an bir genetik müəyyən bədən funksiyası vardır. Demək, dəvə haramdır. Deyirlər, Peyğəmbərimiz soğan yeməzmiş. Belə mən eşitmişəm, rast gəlməyəm, bəlkə zehnimdə deyil. Onda soğan haramdır. Elə şey var ki, onun şəxsi məsələsidir. Mənim müəyyən şey soruşdum ki, mən bu eləmirəm, nəsə narahat olurlar. Amma halaldır, gelin siz eləyin. Bu din təbliği. Qətiyyən dində icazə verilən bir şey, əgər sən etmirsənsə, demək ki, eləməyin. Sən artıq din adından yalan danışırsan. Allahın adından, Allahın halalın sən haram bilirsən. Sən fərqi yoxdur mömindən, münafiq kafirlə. Çox diqqətli olmaq lazımdır. Biz din təbliğini şəxsi xasiyyətimizi, şəxsi qidamızı, nəyimizi tətbiq eləməyək biz dinimizə. Boşanan qadın bütün kişiləri pisləməsin. Boşanan kişi hər qadın pisləməsin. Var bu çox təəssüf cəmiyyətdə. İstər dindar qadın, dindar kişi, istər dindar olmayan qadın kişi. Bunun öz savması varsa, deməli hamı pisdir. Fərziyyə yox dinimizdə, dediyimiz kimi. Vaxtımız 3 dəqiqə qalıb. Görə burada mən bir dənə hədis qeyd edirəm. Burada hədislər var. Amma mənim əmrimdə qəti 100% əminlik var ki, elm var ki, bu şey mümkün deyil axı. Peyğəmbər oturmuşdu,
O şeyimiz bunu İbn Abbas rivayet edirlər ki, peyğəmbər deyir ki, deməli namazı qılandan sonra İbn Abbas deyir, peyğəmbər deyir salam verib qurtardı, bizə üzünü çevirdi ki, ey cəmaət, əgər bu günləri ulduz hansı evdə sönsə deyək, ulduz hansı evə qonsa, həmin adam məndən sonra imamdır, canişinimdir. Hamı durub gözləyir. Deyirlər ki, hə, məsələn İmam Əlinin evində nə bu ulduz qondu, nə. Deyir, ax bir dəqiqə dayan. Ən kiçik ulduz böyükdür hər bir şeydən. Nətər ulduz qona bilər mənim bir evin içərisinə? Bu mümkün peyğəmbər desə məcaz cəhətdən desin, məsələn deyək, hələ hədis etibarlı olsa, yəni ki, o elə bir nur çıxa bilər, sanki parıltı var. O mənada hə, yozmaq olar, sübutlarla. Sübutsuz yox. Ulduzun özü nədir bir evə qonsun? Nə? Bax, bizə belə bu tipli hədislər var. Mən deyirəm hamısını qəbul etməyək. Qəbul eləyəndə də bilək bunun nə məna deyib bunu. Deyənin bura nə idi məqsədi? Ulduz yəni ki, oradan bir nur çıxacaq, ev parıldayacaq. Bu mənada harısı qəbul eləyə bilər dediyim kimi faktlarla, sübutlara əsasən. Yox, əgər bunun məcazi mənası yoxsa, hələ həqiqi mənadadırsa, axı mən qəti elmlə bir nə qədər savadsız olsa da, bilir ki, axı ulduz bu evə sığa bilməz axı. Ulduz böyük dünyadan. Nədir gəlsin ulduz bura? Evin içinə girsin, qonaq gəlsin. Gəl mən ulduz gəlmişəm, salam aleyküm. Belə şey mümkün deyil. Bu tipli hədislər bizlərə var. Təkərlə mənası məcazi olsa qəbul edəcəyik sübutlarla. Məcazi olmasa, həqiqi məna olsa, nətə yəni bu ulduz gəlir, evə girir. Nətə bu ola bilər? Məcazi olmasa, həqiqi mənada olsa, hədis nədir? Səhvdir. Hədis adı gələn kimi ürəyimiz əsməsin. Ay, hədis imam, yox. Diqqətini tələsmirik. Emosiyon yanaşmırıq. Səbirlə, elm, adama elm var. Elm və səbirlə ətrafı araşdırırıq. Baxır ki, hə, yox da. Uyğun gəlmir. Vəssalam, yenə hədisimiz var. Mən qaldı bir dəqiqə. Güya dünya qurulub, nəlim, balığın üstündə, balıq nəlim, suyun üstündə, su daşın üstündə, daş inəyin burnunuzun üstündə, inəyin burnunuzda, torpağın üstündə, torpaq nəmliyin üstündə. Dünya belədir hal-hazırda. Dünya qurulub balığın üstündə, balıq suyun üstündə, nə bu hədis deyilir. Nə hədis axı bu? Qəbul deyil. Vaxta bitdi. Allahümme salli ala Muhammed və al Muhammed və accil faracahum.